Bazarın yetişdirdiyi insan. Əvvəllər bizdən sadəcə yaxşı insan olmağımızı gözləyirdilər. Vicdanlı, dürüst, biraz da utancaq. Ancaq dövr dəyişdi. İndi bazarın öz qaydaları var və bu bazar bizdən yaxşı yox, faydalı olmağımızı tələb edir. Yaxşı insan olmaq çətindir. O, sükut tələb edir, fədakarlıq tələb edir. Bazarın yetişdirdiyi insan isə vitrini sevir. O, xarakterini deyil, bacarıqlarını satmaq öyrənib. Çünki bugünün dünyasında sənin kim olduğun yox, nə qədər işə yaradığın maraqlıdır. Bazarın yetişdirdiyi insan hər kəslə razılaşır, hər kəsin könlünü xoş tutur. Çünki onun üçün hər kəs bir potensial müştəridir. Bəs yaxşı adam, o bəzən yox deyir, bəzən kənara çəkilir. Bəzən də sadəcə öz yarımçıqlığı ilə baş-başa qalır. Yaxşı olmaq insan olmaqdır. Faydalı olmaq isə sadəcə bir alət olmaq. Sən özünü hansı rəfə qoymusan? Hansı alətə nə zaman çevrilmisən?